Bugünkü dərsimizdə biz bu cür xırda, çox kiçik ölçüdə olan mirvarilərdən üzük düzəldəcəyik, rezinkalı üzük düzəldəcəyik. Rezinkadan da bu cür rezinkadan istifadə edirik. Bu rezinkanın diametri qalınlığı 0,8 mm-dir. Bu rezinkanı mən Bakıda satış yerlərində görməmişəm. Bunu Tempodan almışam. 99 metr uzunluğu olan bir rezinkadır. Yəni çox qəşəng, keyfiyyətdə çox qəşəngdir. Uzun müddət rezinkalı qolbaqlar düzəltməkdə istifadə edə bilərsiniz. Bundan biraz kəsirik. Yəni üzüyümüzün düzəldəcəyimiz barmağın ölçüsünə uyğun olaraq, misal üçün bu barmaq üçün üzüyü düzəldiriksə, bir miqdar düyünləmək üçün yerdə saxlayırıq. Çox da az saxlamırıq ki, düyünəndə bizə narahatlıq yaşatmasın. Bu cür planlarımız var. Bu cür qaşlı forması da var. Bunlar qaşlı formadır. Sonra belə bir aralıq formamız var. Bu cür sadə formada kəpənək forması var. Hansı ki, dəliyə təkcə bu hissədədir. Bunlardan istifadə edərək, hansı uyğun gəlirsə, onlardan üzüyün düzəlməsində istifadə edəcəyik. İndi keçək hazırlamağa. Hazırlamada biz bu cür uzunluqda rezinkadan kəsdik və bir bunları keçiririk. Bunun dəliyi nisbətən böyük olduğuna görə rahat şəkildə keçir. Amma bəzi mirvarilərdə dəlik çox nazik olduğuna görə rahat şəkildə keçə bilmir. Bu cür salırıq. Bilək ölçüləri kimi, barmağın da ölçüləri var bildiyiniz kimi. Onu da nəzərə almaq lazımdır. Amma rezinkalı olduğuna görə hardasa bir razmer bizə imkan verir ki, ya kiçik ya böyük olanda bir razmeri fərqində istifadə etmək olur. Bu mirvari biraz mat mirvari içərisində parlaq olanlar da var, mat olanlar da var. %100 yumru forma deyil. Təbii mirvaridir. Xırda ölçülüdür. Və bundan kiçik ölçü çox vaxt olmur. Ən kiçik ölçü sayılır bu. Düzdür, videoda böyük göstərməsinə baxmayaraq çox da böyük ölçüsü yoxdur. Ümumiyyətlə, üzüklərdə çox da böyük ölçülü mirvarilərdən istifadə olunmur. Çünki həm kobud görünüş əmələ gəlməsin deyə, həm də ki, barmaqda üzük formasında hiss olunsun deyə bu ölçülərdən nisbətən də biraz bundan böyük ölçünü istifadə etmək olar. Amma artıq 8 mm-dir, 10 mm-dir, 6 mm-lik bu cür daşlarda istifadə etmək düzgündür. Çünki barmağa bu cür bağlamaq imkanı olsun deyə 6 mm-likdə barmaqlar belə qalır. Bu aralarda eni çox olduğuna görə əl bağlana bilmir. Barmaqlar bağlana bilmir. Ona görə bu cür enidə istifadə olunur. Rahat şəkildə bağlana bilir. Və biz fikirləşirik ki, deyək ki, bu kullandan istifadə edək. Bu cür görünüşü ola bilər. Sonra baxın, bu da çox orijinal bir formadır. Üzükdə çox qəşəng görsənir. Bunun belə bir forması var. Buradan da dəliyi olsun, buradan da. Amma burada təkcə yuxarı hissədən dəliyi olan bir formadır. Bu da gözəl görsənir. Sonra belə bir formadan da istifadə edə bilərsiniz. Bu da qəşəng görsənir. Deyək ki, biz birinci bunu qoyaq.
Digərində digər formadan istifadə edərik. Arasındakı keçid mümkündür. Bunu dəyişdiririk. Bəzilərində dəriyi çox qoyurlar, kiçik qoyurlar. Mirvari rezinka keçə bilmir. Baxırıq. Nə çox sıx olmamalıdır, nə də çox boş olmalıdır. Rezinkanı tuturuq belə, lap çox sıxmırıq belə əlimizi incitməsin. Sadə bir formada saxlayırıq, baxırıq. Haradasa bizə burada bir 3 ədəd mirvari lazımdır. Düyünümüzü də, bax, qolbağda da mən sizə öyrətmişdim. Görürsünüz, bu necə enli formadadır. Dəliyi çox yekədir. Düyünümüzü də burada saxlayırıq. Burada bağlayırıq düyünümüzü. Mən bura mirvari qoysam, düzdür, mirvari qoysam. Sonra yenə də bura mirvari qoysam, iş bitəndən sonra bu düyünü burada açsam, çox kobud şəkildə görsənəcək. Çünki düyün hissəsi istər-istəməz görsənmiş olacaq. Amma mən bura heç nə qoymuram. Bütün mirvariləri bu tərəfə yığıram və düyünü artıq bu hissədə atanda düyün bunun içərisində qalacaq və heç görsənməyəcək deyə qəşəng görsənəcək. Estetik gözəlliyi pozulmayacaq. Yəni, hər xırda bir nüansı da fikir verin. Çünki alıcı istər-istəməz pul verdiyinə görə hər xırdalığa fikir verəcək. Siz də istəyirsiniz ki, həmin müştəri ilə daimi şəkildə işləyəsiniz deyə işinizi daha çox ehtiyata alın. Yəni, deyərdim, lap əziziniz də olsa düzəltsəniz, ən gözəl formada düzəldin ki, çünki hər bir klient gətirir. Amma bir klient getdisə, özündən 4-5 klient aparır. Amma bir klient gəldisə, özündən bir klient gətirir. Bax, bu cür. Baxırıq eninə, uzunluğuna. Bu formada yaxşıdır. Düyün vuranda da çox sıxmaq lazım deyil. Barmaq ölçüsü dəyişilməsin. Gətirdik bura. Və düyünü qolbağda necə düyünü bağlamağı öyrətmişdim sizə. Bax, o formada da bağlayırsınız. Gətirdiniz bura. Baxın, düyün nədir? Və bu formada sıxırıq. Gətiririk, bax, qolbağda kimi. Bu hissəni bu hissədən tuturuq, bu hissəni bu hissədən tutub, bacardığımız qədər sıxırıq. Bacardığımız qədər sıxırıq və sağa sola hərəkət edib edilmədiyinə fikir veririk. Bacardığımız qədər sıxırıq. Amma tək tərəfli sıxmırıq da, bu cür formada sıxmırıq. Bunları bir yerdə sıxırıq. Bunu bununla üstünə qoyuruq, bunu da bunun üstünə qoyub sıxırıq. Sürüşmə olmasın. Belə barmağımıza taxırıq, baxırıq. Belə formada olur. Nisbətən barmağımızın ölçüsünün olmasının bir ziyanı yoxdur. Çünki bir müddətdən sonra genişlənmə gedəcək və daha qəşəng formada oturacaq. Bu barmağımıza da taxa bilərik. Müştəridən barmağının ölçüsünü düzgün almalısı sizdən xahiş edirəm. Çünki müştəri bəzən qol ölçüsüdür, sonra barmaq ölçüsüdür. Onları düzgün ölçə bilmir. Hansı formada düzgün ölçməli olduğunu ona bildirin. Yəni, metrənin üzərində və yaxud da parça üzərində keçini çəkib, xəttkeşin üzərinə qoyub yoxlaya bilər ki, onun qol ölçüsü və yaxud da barmaq ölçüsü nə qədərdir. Belə formalı, gözəl formada. Düyünü də biz bura saldıq, düyün də görsənmir. Düyün bunun altında gizlənir. Belə formalı yüzüyü alanda. Növbəti üzüyün düzəlməsinə keçirik. Yenə də bir miqdar
rezinkadan götürür. Rezinkanı çox da qısa götürməyin. Çünki düyünləmədə bizə maneçilik törədəcək. Lap təzə başlayandan lap çətin olur. Ona görə yenə də 8 mm rezinkadan bu uzunluğunda götürdük. Bu formada. Artığında bu qədər olmasının bir ziyanı yoxdur. Svarovski daşlarına bəzədilmiş daşlardan istifadə edəcəyik. Yenə də bu minvariləri keçiririk bura. Bir düzürük. İndi həmin formada həmin mirvardan istifadə edirik. Amma klonu başqa cür eləyəcəyik. Başqa formada olan klondan istifadə edəcəyik ki, sizə də onun fərqi aydın olsun. Hər bir klondan istifadə eləmək olar. Yəni, hər bir kiçik klondan istifadə eləmək olar. Yəni, yenə də bayaq da deyim kimi, burada necə ki, xırda mirvarilərdən istifadə edirik və yaxud da mirvari olmasın, başqa təbii daşlar olsun, onların xırda ölçüsündən istifadə ediriksə, klonu da ona uyğun düzəltmək lazımdır. Ona uyğun fikirləşib istifadə eləmək lazımdır. Çünki klon dəhşətli dərəcədə böyük olanda estetik cəhətdən qəşəng görsənmir. Yəni, o hissəyə də fikir vermək lazımdır. Yəni, müxtəlif klonlardan alıb yoxlamaq olar. Barımı düzəldib, klonu istifadə edib, düzəltməmişdən qabaq yoxlamaq olar ki, hansı klon daha qəşəng görsənir. Hansı klonun duruşu xoşunuza gəlirsə, o klondan da düzəldib, şəklini çəkib satışını həyata keçirə bilərsiniz. Mənim xoşuma gələn klonları mən seçmişəm burada. Yəni, elə bir klonlardır ki, bu üzüklərdə daha ideal formada formalıdır. Yəni, o klonlardan istifadə eləsək, müştərilərə daha çox zövqünü oxşaya biləcək deyə o klon növlərindən istifadə edirik. Amma sizin də başqa bir klonunuz varsa, ondan istifadə edə bilərsiniz. Bu cür saldı, baxırıq qolumuzun, daha doğrusu üzüyün ölçüsünə, barmağın ölçüsünə. Bir cədəni də qoymaq lazımdır. Mən bir ədəd də qoyacağım. Çünki mənim barmağımın ölçüsü çox da böyük ölçü deyil. Hər bir hamının barmaq ölçüsünə uyğun deyil də. Mən baxın görüm necə görsənəcək bu cür. Bax, bu formada. Biraz da artıq qalır. Bu cür olmağın ziyanı yoxdur. Çünki düyünlənədə nisbətən biraz sıx ölçü əmələ gələcək. Biraz boş olmasından baxırsınız, düyünləməmişdən qabaq baxırsınız, boş olsun ki, sıx olmasın da. Məsələn, biz bura bir dənə də qoymasaydıq, lap sıx ola bilərdi, sıx olmasın. Bu cür boşluq qalsın ki, düyünlənəndə istər-istəməz biraz sıxılacaq. Və biz bura bu klonu qoymaq istəyirik. Baxaq görək necə görsənə bilər. Baxırıq bu formada olsun. Nisbətən biraz böyük ölçülü klon olmasına baxmayaraq, elə də kobud görsənmir, fərqli forma görsənir. Orijinal bir forma görsənir. Burada düyünləyirik. Orta hissəyə gətiririk ki, düyünləyəndə rahat olsun. Və bayaqki formadakı kimi nisbətən biraz sıxırıq ki, sonradan boşalma belə gəlməsin. Sıxdıq. Barmağımızı saxlayırıq boşalmasın.
və düyünlürük. Və bu hissədən tuturuq, baxın. Və sıxdıq, bu formada üzük alındı. Baxın, orijinal bir formadır. Bu formada üzük alınır. Bu artıq olan hissələrini də kəsirik. Və elə kəsirik ki, düyünə lap yaxın hissədə olmasın və biraz çıxıntı qalsın, azcıq çıxıntı qalsın. Lap gözə bata biləcək qədərində yox. Amma biraz qalmalı ki, düyün təzədən açılmasın. Yenə deyirəm, B7-min kleyini vurursunuz. Vurub sonra düyünləyirsiniz və yaxud da düyünündən sonra vurmaq olar. Bu sıxıntı bunun arasında qalır. Bu cür orijinal formada bir üzük olur. Əvvəl düzəltdiyimiz üzük bu formadadır. Bu isə bu formada üzük alındı.